Hikvision Partners Day 2025-dən hər birinizə salamlayırıq. Bugün biz də Tedroid Media olaraq bu tədbirdə ABV şirkətinin dəvəti ilə iştirak edirik. ABV şirkəti Hikvision brendinin Azərbaycanda ilk distributorudur. Artıq 30 ildən çoxdur fəaliyyət göstərir və çox böyük layihələr və ən əsası zəngin cihaz çeşidi ilə xidmətinizdədir. Gəlin bu tədbir haqqında daha çox öyrənək və nələrin baş verdiyini birlikdə izləyək. Dünyanın aparıcı video müşahidə texnologiyaları istehsalçısı Hikvision tərəfindən təşkil olunan Hikvision Partner Day 2025 tədbiri bu il Bakıda Four Seasons oteldə uğurla baş tutdu. Turxay Ələkbərov Ağaoğlu, Araznet MMC-nin təsisçisi. Lap yaxşı, təşəkkür edirik. İlk öncə tədbir haqqında təəssüratlarınızı bölüşməyinizi xahiş edəcəm. Tədbir çox gözəl tədbirdir, sağ olsun təşkilatçılar, Hikvision şirkəti. Bizim şirkət Hikvision şirkətinin 14 ildir distributordur Azərbaycanda və Hikvisionun Azərbaycanda tanınmasında bizim ABV şirkətinin kollektivinin də böyük bir rol olmuşdur. Və nə yaxşı ki, bugün biz çox patrionlarla burada görüşdük, müzakirə elədik. Həm gələcək planlarımızı, həm kimsə texniki problemlərlə maraqlanmışdı və yaxınlaşmışdı bizim mühəndislərə. Sualımıza cavab verin, ABV-dən hədiyyə qazanın. Salam Ramil bəy. Salam. Ramil bəy, sizə çox asan suallarımız olacaq. Bu suallardan ən azı birinə cavab versəz, Hikvision şirkətinin Azərbaycanda distributor olan ABV-dən elə Hikvisiondan hədiyyə qazanmış olacaqsınız. Ramil bəy, sizcə Hikvision brendinin Azərbaycanda ilk distributoru hansı şirkətdir? ABV şirkətidir. ABV şirkəti, doğrudur. Sizcə ABV şirkətinin qurulmasından nə qədər keçir? Təxmini neçə yaşı var? 10-15, 20. 30 ildən çoxdur. Bəli, tam doğrudur. Təşəkkürlər. Sizcə evinizin və ya ofisinizin təhlükəsizliyini təmin etmək üçün hansı cihazdan istifadə olunur? Təhlükəsizlik kameraları. Təbii ki, IP sistemindən. Yəni təhlükəsizlik. Təhlükəsizlik kameralarında Hikvision. Təhlükəsizlik kameraları. 250-dən çox qonağın iştirak etdiyi bu nüfuzlu tədbir təhlükəsizlik sahəsində yeni texnologiyalar, əməkdaşlıq imkanları və 2025-ci il üçün inkişaf planları üçün olduqca əhəmiyyətli idi. Əliyev İsmail ABV şirkətində layihələrin idarə edilməsi şöbəsinin rəhbəri. ABV şirkəti Hikvisionun ilk distributorlarından biridir və bugünkü gün mən inamla deyə bilərəm ki, Hikvisionun bütün həllərini, məhsullarını və nəinki standart sadə həllərini və xüsusi analitika ilə olan və digər innovativ həllərini biz layihələrimizə tətbiq edə bilirik. Partnyorlarımıza və müştərilərimizə hər zaman onların istəklərinə uyğun xüsusi ssenarilər və həllər təklif edirik. Bu tədbir haqqında nə deyə bilərsiniz? Tədbir möhtəşəmdir. Tədbirdə 2025-in trendləri nümayiş olunur. Süni intellekt həlləri nümayiş olunurdu. Biz də öz növbəmizdə layihələrimizə bu həlləri tətbiq etməyi planlaşdırırıq inşallah. Hansı ki, Hikvision Partner'da 2025-də Hikvision vitse-prezidenti Miss Viviana, Hikvision CHC prezidenti Leo Tang, Hikvision Azərbaycan rəhbəri Erik Uksu və digər yüksək vəzifəli şəxslər, o cümlədən ABV xüsusi stendi ilə diqqət mərkəzində idi. ABV təsisçisi Turxay Ələkbərov səhnədə çıxış edərək tərəfdaşlara ABV-nin hekayəsindən, Hikvision ilə əməkdaşlığından danışdı. O, Hikvision ilə uzun müddətli və etibarlı əməkdaşlığımız nəticəsində təhlükəsizlik sahəsində innovativ həlləri Azərbaycan bazarına təqdim etməkdən məmnunluğunu ifadə etdi. ABV-yə Authorized National Distributor sertifikatı və Most Reliable Partner and Titan of Sales mükafatı Hikvision tərəfindən təqdim edildi. Qeyd edək ki, ABV Hikvision Azərbaycanda ilk rəsmi distributor olmuş, 31 illik diqqət çəkən tarixə malik şirkətdir. Bugün burada keçirilən Hikvision Partner Day tədbiri bizim üçün çox dəyərli bir görüş nöqtəsidir. Yalnız texnologiya yeniliklərini deyil, illər boyu birgə yol getdiyimiz insanları, partnyorlarımızı, ustalarımızı, əməkdaşlarımızı burada bir arada görmək bizə böyük sevinc və motivasiya verdi. Bugün burada aldığımız bütün müsbət reaksiyalar, edilən fikir mübadilələri və paylaşılan gələcək planlar həm ABV-nin, həm də Hikvisionun Azərbaycandakı mövqeyinin nə qədər möhkəm təməllərə dayandığını bir daha ortaya qoydu. Və bu cür yüksək səviyyəli tədbirin ərsəyə gəlməsində göstərdikləri peşəkarlığa və dəyərli əməkdaşlığa görə bütün Hikvision komandasına dərindən təşəkkürümüzü bildiririk. Və bir daha sizlərə söz veririk ki, ABV və Hikvision birlikdə daha böyük uğurlara imza atacaq.